Ederson platformasının təsis etdiyi proqramlama dərslərindən PHP proqramlama dərsi təməl səviyyə davam eləyir. Bu dərsdə biz PHP IDE'si, PHP-nin identifikatorun IDE'si ya da compiler deyək də, necə yüklənilir, nədir, necə istifadə olunur, onları danışacağıq. PHP bir fayldır. Hər proqramlama dilində olduğu kimi sonu .php uzantılı fayllardır. Faylın iki hissəsi var, başlıq hissəsi, sonu hissəsi. Bundan əlavə AYT-nin təməl dərsinə də baxmağınızı tövsiyə edirəm. Bunları daha yaxşı başa düşməyiniz üçün. Ancaq necə ki PDF faylları var, .pdf ilə bitən, ya da ki Word faylları .docx ilə bitən, elə də PHP faylları var. PHP fayllarının PDF fayllarından fərqi bunun işə salına bilən olmasıdır. İşə salınmağı üçün isə xüsusi proqram təminatı lazım olur. Serverlərdə birbaşa Apache server olduğu üçün birbaşa bu kod istifadə olunur. Yəni public HTML folderinin qovluğunun içinə yerləşdirdiyimiz halda index PHP-dən başlamaq üzrə istifadə olunur. Yerdə qalan Windows'larda məsəl üçün Xampp, Upserve 2 fərqli proqram təminatından istifadə edə bilərsiniz. Mən hal-hazırda macOS istifadə edirəm və macOS üçün isə Composer'dan istifadə edirəm. Linux'da da eyni qaydada Composer'dan istifadə edib yükləyə bilərsiniz. Bunun yükləmə addımlarını ederson.com-da dərsin altında linklər formasında görə bilərsiniz. Biz ora yerləşdirmişik. Oradan rahatlıqla klikləyib endirə bilməyiniz üçün. İlk öncə addımların buradan hazır versiyası var. Ona baxaq. Gördüyünüz kimi hal-hazırda ən asanı Upserve-də onun üçün Upserve-ü göstərirəm. Xampp-da eyni qaydada həmin linklər daxilində olacaq. Upserve-ün yüklənməyi üçün birinci exe faylını yükləyirik. Exe faylından sonra next, I agree bütün lisans qaydalarını qəbul edirik. Yüklənəcəyi yer diqqətlə baxın. C diski Upserve qovluğunun içinə yükləyirik. Yükləməni seçəndən sonra burada da eyni şəkildə heç nəyə toxunmağımıza ehtiyac yoxdur. Next deyirik. Burada diqqət eləməli olduğumuz buradakı localhost və admin məlumatlardır. Bunlar bizə SQL-ə bağlanma zamanı lazım olacaqdır. Buna da next deyirik. Ondan sonra admin üçün parol qeyd edirik. Əgər Azərbaycan dilində yazı yazacaqsa veb saytda PHP üçün UTF-8-i dəstəkləyən sistemi dəyişdirmirik. Admin üçün parolu qeyd eləyəndən sonra unutmuruq. Yəni bunu unutsaz database-ə bağlantınız olmayacaqdır sonra. Install deyirik və artıq ikisi də başladıla bilər vəziyyətə gəlir. Bəs qovluqlar harda olur? Yəni biz hardan istifadə edirik? İstifadə eləmək üçün C diskindəki, yenə həmin qaydada burada qeyd elədiyiniz, əgər D diskinə qeyd edibsinizsə, yenə D diskində. C diskindəki Upserve klasörünün içindəki PHP 7 əgər 7 sürümünü yükləyirsinizsə, 7 qovluğun içində www papkası var. Onun içində yaradacağınız index.php faylı birbaşa sizə localhostda görünəcəkdir. Bizdə isə mən hal-hazırda dediyim kimi Composer istifadə edirəm. Mənim Composer-umun Composer üçün eders papkasını açdım. Bu papkanın içinə PHP kodu ilə, əmri ilə, məndə PHP yüklüdür. Siz də bunu yükləməlisiniz. Brew-la yükləyə bilərsiniz, apt install-la yükləyə bilərsiniz. -s və localhost 3000-də çalışmağını tələb edirəm və başlatdım. İndi buradan localhost 3000 yazdığım təqdirdə gördüyünüz kimi gəldi. Ancaq bizim bu qovluqda bir faylımız olmadığı üçün biz hal-hazırda ekranda bir şey görmürük. Elədirsə ilk faylımızı yaradaq. Yenə terminalı açıram. Başqa bir terminal açıram.
Dokument içində PHP dərslərinə keçid eləyirəm və burada touch əmri ilə bir fayl yaradıram, index.php. Siz təbii ki, faylı eyni qaydada bu formada da yarada bilərsiniz. Windowsda sağ klik edib yeni fayl, text faylı sonunun PHP olduğundan əmin olun. Bir faylın sonunun PHP olduğundan əmin olmaq üçün üstünə klikləyib daha çox məlumat, bilgi və daha çox məlumat dediyiniz təqdirdə burada görünəcək zaten hansı fayldır. PHP faylı olduğundan əmin olun. Windowsda da eyni qaydadadır çünki bu. Index PHP-ni yaratdım, dayandırdım və localhost-u yenidən başlatdım. Səhifəni yeniləyəndə ağ səhifəni gördük. Hal-hazırda bizim boş səhifəmiz çalışır.